Ramiz Meytiyev haqqında bir onu deyə bilərəm ki, şəxsən mənim həyatımda ancaq negativ bir, qara bir iz buraxıbdır və praktik olaraq belə deyək də 40 yaşında mən, o 35 yaşında hardasa nazir vəzifəsinə təyin olunmuş adam, 40 yaşından praktik olaraq belə deyək də mən universitetdə dərsləməyi iş saymıram. Öz potensialıma rəğmən, imkanlarıma, biliyimə, bacarığıma, peşəkarlığıma rəğmən universitetdə dərsləməyi iş saymamışam ilk vaxt. O, elə bil ki, sadəcə mənim üçün bir, belə deyək də, yaxşı mənada bir obrazlı desək, bir əyləncə dərsləmək universitetdə. Amma mənim potensialım daha böyük idi. Çünki bu dövlətin 90-cı illərin ortalarında əvvəllərindən etibarən bank, maliyyə, vergi, gömrük, xəzinə sistemlərinin qurulmasında kifayət qədər rolum olubdur. Yəni, gecəli gündüzlü çalışmışıq. Bax, çalışmaq o idi, işləmək o idi. Dövlətə xidmət o idi. Öz payını vətənə vermək, öz vətən qarşısında öz borcunu yerinə yetirmək o idi. Yoxsa universitetə gedib dərs demək, bu, mən belə bir ciddi bir iş saymıram. Düzdür, məsuliyyətli məsələdir. Ancaq mən özüm üçün ciddi bir iş saymıram. Ona görə hesab edirəm ki, 40 yaşından praktik olaraq bugün 68 yaşım var. Mən bu dövlətə istədiyim faydanı verə bilmədim. Bunun günahkarlarından biri və birincisi də Ramiz Meytiyevdir. Və təsəvvürünüzə gətirin ki, bir neçə olayları danışım da. Məsələn, bir neçə epizodla hörmətli tamaşaçılarımız Ramiz Meytiyevin hansı üslubda işləməsi, dövlətəmi, yoxsa özünə mi xidmət etməsi və ümumiyyətlə onun bir məmur kimi nə karə bir şəxs olduğunu özləri də anlayacaqlar, biləcəklər. Baxın, bu adam, mən dünən də dedim, bir neçə dəfə məni dəvət elədi ki, mətbuatla toplantı keçidirəm, gəlsən də iştirak edirəm. Mən əvvəl başa düşmədim ki, mətbuatla keçirilən toplantının Maliyyə Nazirliyinə aidiyyatı var. Getdim, onun toplantılarında iştirak elədim. Birinci toplantının sonunda müəyyən bir fikirlər mənə eşitdirdi, çatdırdı. Açığı bir qədər başa düşdüm nə demək istəyir, ancaq əhəmiyyət verir. İkinci toplantıda da eyni qaydada davam elədi. Bir həftə sonra səfərlər, həftədə bir dəfə gedilmiş mətbuat orqanlarını, xüsusilə də dövlətə yaxın olan mətbuat orqanlarını. Sonda hamı otağı tərk edəndən sonra mənə dedi ki, bəs bu qəzetlərə kömək eləmək lazımdır. Maliyyə yardım eləmək lazımdır. Dedim, bax, büdcədə bunlar üçün vəsait nəzərdə tutulmuyor ki, qəzetləri birbaşa biz maliyyələşdirək. Qəzetlər hara baxırsa, oradan maliyyələşməlidir. Haradan kimin tabeliyindəsə, o təşkilatlar onu maliyyələşdirə bilərlər. Maliyyə Nazirliyində büdcədə belə bir xərclər yoxdur. Dedi, yox, mən o xərclərdən demirəm, sən özün bir mənbədən pul tap gətirəcəksən. Valla, mən pul tapmaq üçün gərək kimdəsə rüşvət alam, mən də rüşvət almıram, Ramiz məndə. Almıram, yəni yüzlərlə təşkilatlar işləyirsə, siz aparatın rəhbərisiniz, soruşun, sorğu eləyin, görün, əgər kimdənsə bir içim su almışamsa, onda deyin ki, sən alırsan, niyə gətirib vermirsən, niyə kömək eləmirsən? Bu yoxdursa, dedim, mən bunu eləyə bilmənəm. Nəysə, bununla bitdi bu söhbət, bunun bir dövlətçilik əməli, fəaliyyəti ki, nazirə deyir ki, get sən oğurluq elə, gətir, burada kimsə maliyyələşdir. Yəni, belə dövlətçi adam olmur da. Belə dövlətçilik olmur. İkinci dəfə 98-ci illərdə, yaddaşım anlatmırsa məni, 98-ci illərdə Netanyahu o vaxtları İsrailin baş naziri idi, indiki baş nazir. Səhv etmirəmsə, Yaponiyada yoxsa Çindən gəlirdi və Azərbaycanda düşüb, bir gün qalıb, bir neçə saat qalıb getməli idi və Ulu Öndərimiz onu Zıqovadakı bağ evində qəbul etdi. Mən də dəvətli idim ora, çünki o tərkibdə, səhv etmirəmsə, elə həm iqtisadiyyat deyəsən, Maliyyə Naziri vardı, ona görə mən də dəvətli idim. Gəldim ora, gəldim, gördüm ki, həyətdə belə tez gəlmişdim. Gəldim, gördüm, həyətdə Ramiz Meytiyev var gəlirdik, gəzişir. O da tez gəlmişdi. Orada belə söhbətlər bilədik və hiss etdim ki, bu adam dövlətin aparıcı bir kürsüsündə otura-otura içindən çox narazıdır, içərdən çox narazıdır. Və bu narazılığının ifadəsi olaraq bu maliyyə məsələlərindən, büdcədən, nə bilim, neft kontraktlarından,
neftin satışından, qazın satışından, çox şeylərdən danışdı. Sonunda məndən soruşdu ki, sən bilərsən, bu Heydər Əliyev ailəsinin büdcəsi nə qədərdir? Dedim, başa düşmədim. Siz nəyi öyrənmək istəyirsiniz məndən? Dedim, sən ölkənin maliyyə nazirsən, bunların maliyyə imkanları nə qədərdir? Vallahi, mən elə bir şeyləri bilmirəm. İkincisi də, mən sizə tam açıq deyirəm ki, bilsəm də belə, mən onu sizə deməyə haqqım yoxdur. Çünki məni bu vəzifəyə Heydər Əliyev təyin edib, siz təyin eləməmisiniz. Təbii ki, bundan çox alındı, çox pərt oldu, çox pörtdü və özünün bu durumunu büruzə verməmək üçün mövzunu dəyişdi təbii ki, amma belə deyək də, real aramızdakı münasibətlərdəki gərginlik və daha doğrusu düşmənçilik oradan başladı. Çox maraqlıdır ki, bu hadisə və təsəvvürə gətirin, bu 98-ci ildə bu Heydər Əliyevin Heydər Əliyev kimi bir dünya çaplı siyasətçinin Azərbaycanı gəlib böyük bir dəhşətlərdən, faciədən qurtarmış, bir dövlət kimi dağılmaqdan qurtarmış bir adamın bunun özü kim idi? Bu elə Heydər Əliyevin əleyhinə danışırdı. Hakimiyyətə gəlməmişdən qabaq, yəni ikinci dəfə hakimiyyətə gəlməmişdən qabaq Heydər Əliyevin haqqında danışanlardan biri bu idi. Sadəcə olaraq müəyyən bir səbəblər var, indi burada efirdən deyirəm, o səbəbləri biz təxmin edə bilərik, amma təxmin etdiyimiz şeylərin haqqında danışmağımız doğru deyil. Və o səbəblərdən yəqin ki, Heydər Əliyev bu Moskvanın adamı kimi gətirdi, vəzifəyə gətirdi. Amma həm də belə bir adamın nəzarətdə olması önəmli bir məsələ idi. O səbəbdən onu gətirdi, vəzifə verdi. Təbii ki, mən sizə deyim, işlədiyim müddətdə əldə elədiyim məlumatlar, aldığım informasiyalar, özümün də gördüyüm, şahid olduğum məqamlar var ki, elə hakimiyyətdə də, demək o kürsüdə də, aparatda da ən çox danladığı, ən çox tənqid elədiyi, ən çox tənbih elədiyi, ən çox cəzalandırdığı adamlar Ramiz Mehdiyev olub, Heydər Əliyev. Çünki bu, yəqin ki, cızığından çıxan, belə də, xəttindən çıxan, qeyri-normal hərəkətlərin sahibi olduğundan tez-tez bax, belə cəzalara məruz qalıbdır və belə tənqidlərə məruz qalıbdır. Yəni, bu söhbəti, təbii ki, mən bu söhbəti belə qoya bilməzdim. Mən bunu Ulu Öndərə o vaxt gəldim, məruzə elədim. Görüşlərin birində dedim, bu adam haqqında mən sizə deyim, biləsiniz. Çünki adamın artıq xarakteri mənə bəllidir. Bu gəlib mənim haqqında sizə olmazın söhbətlərini edə bilər, yəni olmayan şeylər deyə bilər. Filan vaxt biz Zıqulbadakı bağ evində sizin o məlum görüşünüz ərəfəsində söhbət edərkən mənə belə suallar verdi və mən onun cavabını bu şəkildə verdim. Təbii ki, dinlədi, qulaq asdı və biraz da gördüm, çox pis oldu. Və ondan sonra nə tədbir gördü bunun haqqında bilmirəm, amma informasiyanı mən verdim.